Salam uşaqlar, 11 may OTK 10 sinifin test suallarına baxaq. Deməli, cismə təsir edən qüvvənin əvəziyyəti sıfıra bərabər olduqda, əgər sıfıra bərabərsə, bu olacaq düz xətti bərabər sürətli hərəkət. Kinetik enerjinin zamanı asılığı düz xətti bərabər sürətli hərəkətdə V, P, YK, qiymət və istiqamət, YK skalar kəmiyyətdir, sürət və impuls qiymətcə və istiqamətcə dəyişmir, YK da qiymətcə sabitdir. A variantı. 32. Yaylı rəqqasın harmonik rəqslər zamanı yaya bağlamış cismin impulsunun proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Yayın potensial enerjisini uşaqlar V, P, YK. Bunlar eyni fazada rəqs edirlər. Digərlərsə bunlara əksdir. Yəni impuls əgər sinusda dəyişirsə, potensial enerji, kinetik enerjinin əksini olaraq kosinus qanunu dəyişməlidir. Kosinusda hansı müəyyən bir nöqtədən başlayır? B variantı və enerjilərimiz kosinus kvadratı olduğuna görə mənfiyə düşmür. B variantı. Aşağıdakilərdən hansı besidə əsas vahiddir? Təbii ki, saniyə. 34. Yükləri uyğun olaraq Q, hər biri Q-dür. Üç kürəcik şəkildə göstərək kimi bərabər tərəfi üçbucaq məsafələr deyindir. Birinci kürəciyə təsirini əvəzləyici qüvvə uşaq 1 ilə 3 bir-birini itələyir. Elə 1 və 2 də bir-birini itələyir. Qüvvələr bir-birlərinin əksinədir. Və uşaqlar birinci təsirini əvəzləyicinin soruşduğuna görə yalnız 1-3, 1-2 arasına baxdıq. Və əvəzləyici qüvvə düz mərkəzdən olacaq, yuxarıya doğru. B variantı. 35. Bir cins elektrik sahəsinin intensiv istiqaməti şəkildə göstərilən kimidir? Hansı nöqtənin potensialın qiyməti intensiv potensialın azalması istiqaməti yönəlir? Deməli, 1-də ən böyükdür, 5-də isə ən kiçikdir, ən böyük istəyirdi 1. Elektrostatik sahənin mənbəyi, elektrostatik sahə statik sükunətdə olan elektrik yükləri yaradır. Aşağıdakilərdən hansı iş prinsipi Pascal qanunu əsaslanır? Uşaqlar Pascal qanunu əsaslanır hidravlik press. 38. Sabit maqnitin yaxınlığında yerləşən maqnit əqrəbi şəkildə göstərilən vəziyyət alırsa, maqnitin qütbləri arasında yaranan maqnit sahəsinin qüvvə xəttləri hansı istiqamətdə yönələr? Bura N, bura S. Yəni maqnit necə dönər? Deməli, şimal cənub qütbə doğru, cənubdakı şimal qütbə doğru dönər də cəzb edirlər bir-birlərini. Və maqnit qüvvə xəttləri N-dən çıxıb S-ə daxil olan istiqaməti və bu təbii ki, necə davam edəcək? Yuxarıya doğru olmuş olar. 39. Verilmiş atomun iyonlaşma enerjisi yalnız qazın növündən asılıdır, başqa heç nədən asılı deyil. 40. Metaldan axan cəryan şəklini 2 dəfə azaldıb, uzunluğunu 3 dəfə artırsaq müqavimət temperaturda sabitdir, rho bölü S-dir. I-dən U-dan asılılığı yoxdur, yalnız buradakı kəmiyyətlərin asılıdır, ona görə yalnız I-yə yox, L-ə baxırıq. Uzunluq 3 dəfə artanda, o da 3 dəfə artar. A variantı. 41. Hansı hallarda maqnit sayısı yaranır? Yüklü zərrəcik hərəkət etdikdə proton hərəkət edir, elektron hərəkət edir, 1 və 2. Proton sükunətdədir, olmaz. Simə şəkildə göstərildiyi kimi 3 qüvvə təsirdir. Əvəzləyici qüvvəni hesablayın. 20-10 eyni istiqamətdə olan qüvvə cəmləri oldu 30. Əks ondasa çıxılır. 60-dan da 30 çıxsaq qalacaq 30 Newton. Reostatın şərt işarəsi A, B ampermetrdir, C elektrik zəngidir, D deməli akkumulyatordur, Y isə yəni qalvanik elementdir, Y isə əriyən qoruyucu. Yəni cavabınız olacaq A variantı. 44. Kütləsi 50 kq olan arabacığı üfüqi taxta döşəmənin üzərində F qüvvəsi dartmaq lazımdır. Sabit sürətlə hərəkət etsin. Sabit sürətlə hərəkət edirsə, deməli uşaqlar F dartı bərabər olur F sürtünməyə. Ona görə ki, sabit sürətlə hərəkətdə sürət dəyişmədiyindən özü düz xəttli hərəkətdə EMA 0 olur. Heç nə uşaqlar F sürtünmə mü mJ'dir. Çünki nəyə görə? Üfüqi səthdə hərəkət etdirilir. Mü'nün yerinə 0.5, M'in yerinə 50, J'nin də yerinə 10 yazsaq, oldu 250 Newton. D variantı. 250. İş prinsipi hüquqlarına əsaslanan cihaz hansı fiziki kəmiyyəti ölçə bilir? Qüvvəni. Kütləsi M1 2 kq, sürəti 3 və kütləsi 2, sürəti 1 olan kürəcik mütləq qeyri-elastik toqquşur. Toqquşmadan sonra kürəciklər hansı sürətlə hərəkət edir? Bilir ki, qeyri-elastik və elastik toqquşmada impulsun saxlanma qanunu ödənir və impulsun saxlanmasına görə yekun impulsların vektorial cəmindən istifadə edir uşaqlar burada. M1V1 üstəgəl M2V2 sadəcə bir əks istiqamətdə olduğuna görə bu müsbətdirsə, bu isə mənfi sayılır. Onda yekunda son sürət tapsaq, əgər əks istiqamət toqquşduqlarına görə M1V1 modulda çıxılsın M2V2 bölünsün M1 üstəgəl M2. M2. İmpulsun saxlanma qanununa istifadə edir uşaqlar. Baxın, M1V1 üstəgəl M2V2 vektorial. Bu da bərabərdir. Yenə M1 üstəgəl M2 vurulsun son sürətə. Bir-birlərinin bərabərliyinə istifadə edirik. Bərabərdir. M1V1 6 çıxılsın, M2V2 2 bölünsün M1 üstəgəl M2, yəni 4-ə. 16-dan 2 çıxsaq qalacaq deməli. Ay, üzrsən, moduldur bu. 6 çıx 2. 4, 4-də 4-ə bölsə olacaq 1. B variantı. 47. İnduksiya xəttləri istiqamətdə maqnit sayısına daxil olan mənfi 2 dərəcəyə təsirin Lorentz qüvvəsinin istiqamətini tapın. Aha. Şu burada düzü belə deyək də, bunlar paralel istiqamətdə daxil olduğuna görə Lorentz qüvvəsi 0-a bərabərdir, perpendikulyar olmalıydı. Çim şəkildə göstərilən blokun köməyi ilə bərabər sürətdə qaldırılır. İpin sərbəst ucu 10 saniyədə 6 metr
ipin sərbəst ucu H ip 10 saniyədə 6 metr. 6 metr. Zaman eynidir, işiniz yoxdur zamandan 10 saniyə. T ip, T yük yazmırsınız. Yükün sürətini. Sizə ipi verib, soruşur yükün sürətini. Və biz də deyirik ki, burada baxın 2 dəfə qazancımız var da, tərpənən blokdur. 2 dəfə qazancımız var. Onda V yük, V ip bölünsün 2 olacaq. Gəlin biz tapaq. Bərabər sürətin hərəkət olduğuna görə H ip bərabərdir. V ip vurulsun T'dir. H ip 10'dur. H ip 6'dır. V ip bilmirik. T'dir 10'dur. Deməli V ip olacaq 0,6 metr böl saniyə. Amma bizə V yük lazımdır. 0,6'ını 2'yə bölsəz olacaq 0,3 metr böl saniyə. 49. Elektrolitdən keçən cəryan şiddətini 3 dəfə artırdıqda elektrokimyəvi ekvivalent cəryan şiddətindən aslı deyil. KIT. Burada K metrin aslı nədən aslıydı? M bölünsün elementar yük, valentlik, bir də Avogadro bonusu dəyişməyən kəmiyyəti dəyişməz. D variantı. 50. Çubuğun 5 kiloqram kütləli, çubuqdan 5 kiloqram kütləli yük asdıqda onun uzunluğu 0,5 mm artmışdır. Çubuğun sərtliyini təyin edin. MJ bərabərdir KX və K delta L fərqi yoxdur uşaqlar. Delta L mütləq uzanmasıdır. X ilə deformasiyanın uzunluğudur. 50 bərabərdir. K vurulsun 0,5 mm, yəni 0,5 vurulsun 10 üstü mənfi 3-ə. K da bərabərdir. Deməli 500, baxın bu 0'ı attım bura. 500 bölünsün 5, vur 10 üstü mənfi 3. 10 üstü mənfi 3 də atacaq yuxarı, olacaq 100 vurulsun 10 üstü 3 və ya 10 üstü 5. 100 vur 10 üstü 3 bizə verir 100-2-dən 0. 10 üstü 3 də orada 3-dən 0, 10 üstü 5. Sabit temperaturda doymuş su buxarının təzyiqi, sabit temperaturda doyan buxar təzyiqi, sıxlığı, konsentrasiyası həcmdən asılı deyil. Y variantı. 52. Verilmiş cismin başlanğıc sürətini 5 dəfə artırdıqda tormozlanma yolu. Cismin başlanğıc sürətini S tormozun düsturu V0 kvadrat bölünsün. Deməli 2A'dır. V0 ilə kvadrat kassıdır. 5 dəfə artanda 25 dəfə artar. 25 dəfə artar D variantı. Daha sonra uşaqlar 53. Cismə təsirin əvəzləyici qüvvə 40 Newton artıqda cismin təzyiqi 3 dəfə artırsa əvəzləyici qüvvənin ilk qiymətini F bərabər MA-dır. F A-dan düz mütənsib asılıdır. Qüvvə 40 Newton artıb, təzyiq 3 dəfə artıb. Təzyiq 3 dəfə artıbsa elə qüvvə də 3 dəfə artıb. Yəni F2 bərabər olub 3F1-ə. Plus da kidir, qüvvənin bu 3 dəfə artmağı onun 40 Newton artmağı deməkdir. Yəni F2 olacaq F1 üstə gəl 40. Bu da bərabər 3F1. Bunu necə istəyirsiniz yaza bilərsiniz. Kimə necə rahatdır? 3F1-dən F1 çıxır. 2F1, 2F1 bərabər 40-a. F1 də olacaq 20 Newton. Deməli, ilk qiymətimiz 20 Newtondur. Təkliflərdən hansı və ya hansılar doğrudur? Qazlarda yük daşıyıcılar müsbət iyonlar, mənfi iyonlar və elektronlardır. Doğrudur. Metallarda yük daşıyıcılar müsbət iyonlardır. Səhvdir. Metallarda yük daşıyıcılar sərbəst elektronlardır. Doğrudur. Elektrolitlərdə yük daşıyıcılar müsbət və mənfi iyonlardır. Doğrudur. Yarımkeçiricilərdə yük daşıyıcılar elektronlar və deşiklərdir. Bu da doğrudur. Deməli 1 müsbət mənfi iyon doğruydu. Metallarda sərbəst elektron, bu da doğrudur. Müsbət və hər biri doğrudur. 1, 3, 4, 5. Yəni 2-dən başqa hər biri doğru oldu. 55. Kütləsi 4 kiloqram olan cismə təsirin ağırlıq qüvvəsinin Newtondur. Ağırlıq qüvvəsinin düsturu MJ-dir. Olacaq 40 Newton. Avtomobil hərəkət müddətinin birinci yarısını, hərəkət müddətinin ikinci yarısını isə bu sürətlə gedib. Bütün yolda orta sürət, əgər sizə zamanı veribsə və 2 bərabər zamansa, baxın birinci yarısı, ikinci yarısı zamanlar bərabərdir. Onda sürətlər cəmlənir və bölünür. Yola görə orta sürətdən gedir söhbət, istiqamətə fikir vermir, bölünür sayına. 60 üstə gəl 70 olacaq 130. 130'u da 2'yə bölsək düşər. Deməli nə qədər? 65 kilometr böl saat. Sizdən kilometr saatına istəyirlər. Uyğunluğu müəyyən edin. Aşağıdakı qrafiklərdə ideal qaz üzərində gedən izoproseslər təsvir olunmuşdur. P qazın təzyiqi, V həcm, T qazın temperaturu. İzotermik. İzotermikdə temperatur sabitdir. T konstant. Y variantında var. Və T konstant olanda P ilə V, PV bərabər NKT-dən. Baxın, əgər T konstantsa, P ilə V bir-birindən tərs asılı, elə bir qrafikdə yoxdur. Deməli, 1'ə yazırıq, hələ ki Y-ni. Y getdi. 2'yə baxaq, izobarda. İzobarda təzyiq sabitdir. Təzyiq sabitdir izobarda. Təzyiq sabit olanda V ilə T düz mütənsib asılı olur. S var. Deməli, 1'ə Y, 2'yə S yazdıq və təzyiq sabitdir. B-ni də götürək. B və S. İndi 3'ə baxaq, izoxor. İzoxorda da həcm sabitdir. A variantı olmaz. Bir dənə qaldı D variantı. A variantı ümumiyyətlə səhvdir. Deməli 1Y, 2BS, 3D. 58. Kütləsi 200 qram olan cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki bu şəkildədir. Cismə təsirin əvəzləyici qüvvənin proyeksiyasını F bərabər
M adı. M-i verib 200 qram, yəni 0,2 kiloqram. Vurulsun A-nı tapmaq üçün sürətdən bir qat törəmə tapırıq. O da olacaq 5. 0,2-ni də 5-ə vursaq olacaq 1. Və ya uşaqlar, hələ ki siz onun seçmişsiniz, ola bilsin keçməmişsiniz. V0 üstə gəlinsin, A, T-dir tənliyimiz. A, T-nin yanında duran fiziki kəmiyyətdir. Olacaq 1 Newton. 59. Cisim 40 metr böl saniyə başlanğıc sürətə şaquli istiqaməti yuxarı atılmışdır. Cismin maksimal hündürlüyə qalxma müddətini T qalxma. T qalxma bərabər V0 bölünsün J-dir. Müqaməti nəzərə almayıb, olacaq 4 saniyə. 40 atılıbsa, onsuz da bu 4 saniyə yuxarı qalxmış olacaqdır. Suyun temperaturunu ona verilən istilik miqdarına asılı qrafik verilmişdir. Suyun xüsusi istilik tutumunu hesablayın. İstilik tutumunu istəyir, S bərabər Q böl M delta T-dir. Deməli, aldığı istilik miqdarı 400 kilojol, 420 vurulsun 10 üstü 3. M deməli, bircə saniyə. Üzr istəmişlər, sizdən M-i soruşur. M nəyə bərabərdir buradan? M də bərabərdir. Q bölünsün S delta T-yə. Q 420 vur 10 üstü 3. S 4200 vurulsun delta T temperatur dəyişməsi 50. Yəni Kelvin, Selsi dəyişmələr bir-birinə bərabərdir, çevirmirsiniz. Sıfırlarımız getdi, 42-lər getdi, burada qaldı 1, burada qaldı 10. 10-u 50-yə vursaq 500, 1000-i də 500-ə bölsək, 1000 böl 500, 2 kiloqram. Aha, bitdi uşaqlar, sağ olun.